Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün biz idmançıların məşq zamanı, məşqdən sonra və ya məşqdən əvvəl, məsəl üçün belə deyək, biz tələbəni götürmüşük, onun idmana yaralı olub-olmadığını və yaxud xeyli məşqdən sonra o məşqin ona effekt verib-vermədiyini test vasitəsilə ölçürük. Bu testi bugün biz sizinlə bərabər edəcəyik. İlk öncə testimizin adını yazmışıq. Ortostatik sınaq. Bu nədir? Birinci şagirdin biz ürək vurğularını və nəbzini, ürək vurğularının sayını tapmalıyıq. Ürək vurğularının sayından sonra biz onun təzyiqini də bilməliyik. Bunun üçün ilk olaraq şagirdimizi yatdırdıq, uzandırdıq. Yatmış vəziyyət. Yatdırdıq. Uzanmışdan 5 və ya 10 dəqiqə sonra biz şagirdin nəbz vurğularını ölçməliyik. Nəbz vurğuları sakit halda tutaq ki 75'dir. 75 dəfədir. Təzyiqi də deyək ki 110'un 70'ədir. 70 millimetr civə sütunu. Bu şagirdin yatmış vəziyyətdə fiziki yük verilmədən göstəriciləridir. Funksional göstəriciləridir. İndi bu yatmış vəziyyəti idi. Biz şagirdi qaldırdıq ayağa. Qalxmış vəziyyət. Ayağa qalxandan sonra birinci və ya üçüncü dəqiqədə şagirdin ürək vurğularının sayını ölçdük. Tutaq ki gəldi 85 dəfə. Bir dəqiqədə. Bir dəqiqədə gəldi 85. Təzyiqi isə şagirdin gəldi 100. Deyək ki 105 oldu. 105'in gəldi 60'a millimetr civə sütunu. İndi nə etməliyik? Bu ayağa durandan sonraki vəziyyəti. İlk öncə biz bunu qiymətləndirməliyik. Görək bu şagird idmana yaralıdır, yaralı deyil, məşqlərimə effekti olub, olmayıb. Məşqlərimə effekti də o deməkdir ki, biz idmançını məşqə götürəndən 1 il sonra və yaxud 6 ay sonra onun qan-damar sistemində inkişaf var, yoxdur. Onu yoxladıq. İndi qiymət verəsirik ki, bu idmançıda irəliləyiş varmı, yoxmu və yaxud ilk götürəndə ürək vurğularının sayı, onun təzyiqi hansı vəziyyətdədir, biz onu idmana götürə bilərik, bilmərik. Bu onun testidir, ən effektiv testi bu. İndi əvvəl yatmış vəziyyətdə dedik ki, ürək vurğularının sayı 75'dir. Duranda oldu 85. İndi 85'dən 85 dəfədən çıxacaq 75'i. 75 dəfəni bərabərdir 10 vurğu artım. 10 vurğu fərq edib ayağa durandan sonra.
Ümumiyyətlə, biz deyirik ki, vurğuların sayı bu sınaqda 10, 14 vurğu dəyişibsə, bu yaxşı nəticədir. Yaxşı nəticədir. 10-14 vurğu dəyişibsə, amma idmançılarda 10 götürülür, 14 yox. Çünki yatıb durandan sonra 14 vurğu artım biraz ürəyin zəif olduğunu göstəricisidir. 10 amma ən yaxşı, 10 və ondan aşağı ən yaxşı nəticədir. Bu, belə insanların idman nailiyyətləri də yüksək olacaq. İndi burada biz fərqi tapdıq ki, yatmış vəziyyətdə 85 idi, yatmış vəziyyətdə 75 idi, ayağa durdu 85 oldu. 10 vurğu artım oldu. Biz də dedik ki, 10-14 yaxşıdır. Deməli, bu oldu yaxşı. Yaxşı vəziyyətdədir. 10-dan aşağı əladır. İndi biz ölçəcəyik təzyiqinin fərqini. Burada bir şey də izah eləyim. Burada 110 sistolikdir. Sistolik o deməkdir ki, sistolik. Bu yığılma deməkdir. Ürəyin yığılması, yəni bədənə qanı vurması. Yığılmadır. Bu 110 yığılmadır. 70 amma diastolikdir. Diastolik də boşalma deməkdir. Ürəyin diastolik. Bu da ürəyin boşalması deməkdir. Bu yığılan zaman 110 mm civə sütunu ilə təzyiqlə vurdu. Boşalanda 70 mm civə sütunu ilə. Amma bu yatmış vəziyyətdə idi. İndi ayağa qaldırdıq. Ayağa qalxanda təzyiqində biraz eniş olduğunu biz gördük. Əslində bu eniş, bu qədər eniş təhlükəli deyil. Çünki biz ayağa duranda hər bir insanda təzyiq dəyişimi mütləq olur. Çünki bədəndəki qan aşağı ətraflara yığıldığı üçün təzyiq nisbətən aşağı düşür. Biz ayağa duranda bədənimizə qan hamısı olmasa da müəyyən bir hissəsi, çox hissəsi aşağı ətraflara yığıldığına görə təzyiqimiz biraz aşağı düşür və göz qaralma da ola bilər bu zaman. Necə ki, oturub qalxanda göz qaralmamız olur. Bunda da ola bilər. İndi biz çıxacağıq 110-dan 105-i. 110-dan çıxacağıq 105-i. Burada 5. İndi çıxacağıq 70-dən 60-ı. 70-dən 60-ı çıxdıq. Bu da 10. Deməli, sistolik vəziyyətin dəyişimi 5 mm civə sütunudur. 5 mm civə sütunudur. Diastolik amma 10'dur. 10'dur. Biz də demişdik ki, ümumiyyətlə sistolik, diastolik 15-dən yuxarı olarsa yaxşı nəticə deyil. Əsasən diastolik ən yaxşı göstəricisi 10'dur. Amma sistolikin 15 idi. 15-dən aşağı yaxşıdır, 15-dən yuxarı 15-20 belə deyək də kafidir. Ondan 20-dən artıq çoxdursa, 20-dən 30-a tərəfdirsə, bu şagird və ya bu tələbə idmana yararlı deyil. İndi biz burada tapdıq ki, sistolikdə, yəni vurğulan sistolikində 5 mm civə sütunu fərq elədi.
Amma diastolikdə, yəni boşalmada 10. Deməli, biz bayaq dedik axı, sistolikdə normal vəziyyət, əla vəziyyət deyək də, 10-dan aşağı olanda, 15-dən aşağı olanda yaxşıdır. Diastolikdə amma 10-dan aşağı yaxşıdır. Deməli, ürək vurğularının sayı 10 vurğu tapdıq yaxşıdır və sistolik, diastolikin 2 fazası da yaxşıdır. Deməli, məşqlənmə effekti də olub və ya şagird və ya tələbə məşqə uyğun hesab edilir. Yəni, burada qiymət hər üçündə yaxşıdır. Ona görə biz bu şagirdi və yaxud bu idmançını idmana cəlb edə bilərik, heç bir qorxusu yoxdur. Amma burada belə olsaydı ki, məsəl üçün təzyiqində, hər hansı bir təzyiqində sistolikdə və ya diastolikdə və ya nəbz vurğusunda həddindən artıq artım olsaydı və yaxud həddindən artıq düşmə olsaydı, biz bunu həkim komissiyasına göndərib sağlamlıq kağızı alıb həkimin rəyi ilə sonra biz onu idmana cəlb edə bilərik. Amma öz başına biz burada gördük ki, fərq çoxdur, deyərik ki, düzələr falan. O bizə problemdir. Ona görə biz onu idmana cəlb edə bilmərik. Ortostatik sınaq ən effektli üsuldur. Ümumiyyətlə, biz yadımıza qalsın ki, nəbz vurğularının sayı şagirdlərdə ürək əzələsi zəif olduğuna görə çox, böyük insanlarda nəbz vurğularının sayı aşağı olur. Əsasən qadınlarda ürək əzələsi daha yumşaq olduğuna görə qadınlarda da ürək əzələsi kişilərə nisbətən çoxdur. Məsəl üçün, orta yaş insanda deyək ki, kişilərdə 75-dirsə, qadınlarda 75-80 nəzərdə tutulub. Eyni zamanda uşaqların, şagirdlərin təzyiqində də kişilərdə, qadınlarda, orta yaş adamlarda ümumiyyətlə təzyiq yuxarıdır, amma uşaqlarda aşağı. Uşaqlarda əksinə ürək vurğularının sayı çoxdur. Belə deyim. Amma körpə uşaqlarda, 2 yaşına qədər olan uşaqlarda təzyiq fərqi çox ola bilər. Bu da belə.